Quranda vəd edilmiş torpaq, Siyonist iddianın Quran məntiqi qarşısında çöküşü. Ey Siyonistlər və onların havadarları! Qurani-Kərim sizin əbədi mülkiyyət yalanınızı bir kəlmə ilə yığır. Allahın sizin üçün yazdığı Əl-Maidə 21 ifadəsi şərtli nemətdir, əbədi sənət deyil. Siz torpağı ilgi miras kimi təqdim edirsiniz. Quran isə onu itayət və ədalət şərti ilə verir. 1. Seçilmişlik, yox, məsuliyyət. Ey İsrail oğulları! Mənimlə olan əhdinizi yerinə yetirin ki, mən də sizinlə olan əhdimi yerinə yetirim. Əl-Bəqərə 40. Siz seçilmiş xalq deyib lovğalanırsınız. Quran isə deyir, kitab hər qövmə verilmir. Kitab verilməsi böyük məsuliyyətdir və həm də imtahandır. Siz o kitabı yaymadınız. Əksinə, haqqı gizlətdiniz. Əl-Bəqərə 159. Bu əhdə xəyanətdir. 2. Torpaq vədi şərtli və iptal oluna bilən. Allahın sizin üçün yazdığı müqəddəs torpağa daxil olun. Əl-Maidə 21. Bir aya sonra nəticə. 40 il səhrada dolaşacaqsınız. Əl-Maidə 26. Siz o torpağa girə bilmədiniz, çünki itayətsiz idiniz. İndi də qan tökərək, zülm edərək girməyə çalışırsınız. Bu, Quranın qadağan etdiyi fitnə, fəsaddır. 3. Sürgün hökmü qiyamətə qədər. Ya da yaşadıqları yerdən sürgün edilməkdir. Əl-Maidə 33. Əgər Allah onlara sürgün hökmünü yazmamış olsaydı, onlara dünyada başqa əzab verərdi. Əl-Həşr 3. Sürgün sizin qismətinizdir. Bu mərhəmətdir. Çünki tam məhv edilməmisiniz. Ancaq qayıdış hüququ vermir. Siz zülmlə qayıtdınız. Bu isə yeni fitnədir və yeni cəzanı gətirəcək. Sürgün sizin xilasınızdır. 4. Tarix təkrar edir, çünki Quran dəyişməzdir. Bir qövm özünü dəyişməzsə, Allah onun halını dəyişməz. Əl-Rad 11. Siz Babil sürgünü, Roma sürgünü ilə cəzalandırıldınız. İndi müqəddəs torpaqları işğal edib qayıtdıq deyirsiniz. Yalan. Quran deyir, yer üzündə 2 dəfə fitnə fəsad türədəcəksiniz. Əl-İsra 4. Bu ikinci fitnənizdir və Allah tərəfindən ikinci cəzanız yaxındır. 5. Torpağın sahibi kimdir? Yer üzünə mənim salih bəndələrim varis olacaqlar. Əl-Ənbiya 105. Salihlər. İrq deyil, nəsil deyil, ədalət və itayət. Siz uşaq qatili, məscid yıxan, Quranı yandıran bir rejimlə torpağı iddia edirsiniz. Bu, şeytani iddiadır. Nəticə, Siyonist dövlət Quranın hökmü ilə batildir. 1. Vəd şərtlidir. Siz şərti pozmusunuz. 2. Sürgün hökmü qiyamətə qədərdir. Qayıdış hüququnuz yoxdur. 3. Torpaq salihlərindir. Zülmkarlar üçün əzab mənbəyidir. Ey Siyonistlər, Quranın hökmü dəyişmir. Siz fitnə törətdikcə torpaq sizə əzab olaraq qalacaq. Müqəddəs torpaqlar azad olacaq. Çünki Quran haqqı salihlərə vəd edib. Siz isə qiyamətə qədər sürgündə qalacaqsınız. Zülm etməsəniz belə. Çünki əhdə xəyanət etmisiniz. Yazı sosial şəbəkələrdən götürülmüş və müzakirə üçün sizə təqdim edilir.